Ərəb dilində test toplusu həlləri üzrə dərslərimiz davam edir. 32-ci sual. Düzgün tərcüməni göstərin. Tərcümədə nə buyurulur? Müəllim oturub. Baxaq, A bəndi. Əl-müdərrisu cəlisun səhvdir. Ərəb dilində müəllim oturub ifadəsi cəlisun deyil. A bəndi səhvdir. Mübtəda əl-müdərrisudur, düzdür. Amma xəbər səhv verilib. B bəndi Əl-müdərrisul cəlisu. Ümumiyyətlə bu cümlə deyir. Demək ki, söz birləşməsidir. Hər iki tərəf əl artiklı götürüb, ona görə cümlə deyil. Sonra C bəndi. Əl-müdərrisu cəlisun. Burada da əl-müdərrisu müəyyənlikdə verilib. Bu düzdür, amma xəbər gördüyünüz kimi tənvin qəbul etməyib. Demək, C bəndi də səhvdir. D bəndi əl-müdərrisu cəlisun. Müəllim oturub. Demək, burada əl-müdərrisu mübtəda, cəlisun ismi faildir və cümlənin xəbəridir, qeyri-müəyyənlikdə verilib. Bu düz variantdır. Cavab D. 33. Sualın düzgün cavabını göstərin. Mən həzə və mən zəlikə. Tərcüməsi belə olar ki, bu kimdir və o kimdir. Burada diqqət olması məsələlərdən biri ondan ibarətdir ki, burada canlı varlıqlardan söhbət gedir. Mən sual ədatıdır, canlıya aiddir. Burada da mən canlıya aiddir. Baxaq. Zəlikə tabibun və həzə müdərrisun. Ümumiyyətlə cavab səhvdir. Çünki bizdən soruşur nə? Bu kimdir? Burada o. O həkimdir. Düz deyil. B bəndi. Həzə talibun və zəlikə kitabun. Həzə talibun. Burada həzəyə uyğun olaraq düzdür. Amma və zəlikə kitabun o kitabdır bizə. Mən zəlikə deyir. Demək, burada canlı varlığa işarə olmalıydı. Bu da səhvdir. C bəndi. Həzə müdərrisun. Bu müəllimdir. Və zəlikə tabibun. O həkimdir. Bax, cavab C bəndi düzdür. D bəndi də səhv variantdır.